Yeni mətbəx mebeli yığdıranlar, bu postum tam sizlər üçündür. Keçən postumda mebel çox soruşuldu. Mən də qərara gəldim ki, sizlər üçün belə bir video hazırlayım. Nəyi etmişəm, nəyi etməzdim baxaq. Öncə bura bir qabıyan qoyaq, bura isə soyuducunu kənara çəkib soba qoyuruq. Soba qaz plitəsinin altında deyil də, belə hündürdə olmağı çox yaxşıdır. Yemək bişirərkən açanda ilk istili üzünüzə vurmaz. Belə bir böyük 70 santimlik mətbəx çanağım var. Belə də bir tuşlu krant götürmüşdüm. Buradan su zəif gəldiyinə görə mən zamanla krantı dəyişdim. Amma onu da deyim ki, çox gözəl krantdır. Hələ də gözüm o krantda qalıbdı. Nə vaxtsa yenidən alaram. Burada isə şampun yeri var. Krantı dəyişib belə bir krant götürdüm. Qaz plitəm isə boz rəngdədir. Silverline firması təmizliyi isə çox rahatdır. Ən əsası dəmirləri kiçikdir. Aspiratorum isə gizlidir. Səsi də çox gəlmir, zəifdir. Mətbəx dəzgahı isə Almaniya istehsalı mərmər görünüşlü dəzgahdır. Tökmə mərmər deyil. Baxın, burada qabıyan ortada olsaydı mənim üçün daha rahat olardı. Qabıyanın qapısını açarkən digər dolabın da qapısını aça bilmirəm. Bu səhvi siz etməyin. Mebellərdə isə tutacaq yoxdur. Gördüyünüz kimi hamısı basacdır. Üzərindən vurursunuz, açılır. Bunlar hamısı aşağı hissədədir. Mən zamanla onları yuxarı hissəyə vurdurdum. Necə edərdim? Baxın, burada aşağı hissədəki kimi dəmirlər var, gizli dəmirlər, dəmir qoyucu. Bu böyük dolabda isə kombi aparatı və paltar yuyan gizlədilib, ayaq hissəsi maqnitli, rahatlıqla paltar yuyan qabağa gəlir. Ümumilikdə mebelimi çox bəyənirəm. Mətbəx masam isə mebel sexində yığılıbdır. Belə videoların davamı üçün səhifəmə abunə olmağı unutmayın. Hələlik.